rastlaşdığım Çində yenə bir qeyri-adi bir şey. Mən çamadanla evə qalxıram və burada robot lifti gözləyir. Yaxşı ki gəldim, yoxsa liftin necə açacaqdım, marmara oldu. Hə, o da mənimlə qalxır yuxarı. Burada çox vaxt bütün servisi robotlar edir. Mənimlə bir yerdə şimdi qalxır. Mən neçəyə qalxacaqdım? 39'a. Sən neçəyə qalxırsan? Özü yəqin ki vurub, bilmirəm daha izləyəcəm. Hə, 30. Özü vurub bunu. O. Necəsən? Danışır bu arada. Burada Çində sifarişləri falan, otelin sifarişləri falan belə robotlar həll edir. Yəni insan əvəzinə çox qəribədir. Mənlə bir yerdə minir, bir yerdə düşür. İndi özü baxın bax burada sayır məsələn liftdə neçədədir. 30'da deyə çox güman ki dayanacaq və bu düşəcək. Sonra mənim yoluma davam edəcəm. Baxaq. Sağ ol. Getdi. Sifariş aparır bax. Çox qəribədir də yəni. Sonra da mən də yoluma davam edirəm.